Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. 6-cı sinifin monitorinq imtahanına dəstək üçün Landau nəşriyyatının hazırladığı monitorinq kitabından yekun monitorinq 4 riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir. Bölünəni 8 dəfə artırdılar, qismətin 4 dəfə artması üçün böləni necə dəyişmək lazımdır? Bunu təyin etmək üçün bizdə böləni tapmaq lazımdır. Deməli, bölünəni, yəni 8-i 4-ə bölmək lazımdır. Doğru cavabımız 2 edir. Əgər 2 dəfə artarsa bölən, o zaman qismət də 4 dəfə artmış olacaq. Yəni, doğru cavabımız C variantı. 6 kiloqram balığı 18 nəfər arasında bərabər bölüşdə hərəyə neçə kiloqram balıq düşər? Deməli, biz 6-nı 18 yerə bölməliyik. 6 xəsar aparsaq 3də 1, yəni C variantı. M-in hansı ən böyük qiymətində kəsiri düzgün olmayan kəsir olar? Düzgün olmayan kəsir olması üçün sürətin ala biləcəyi qiymət məxrəcin ala biləcəyi qiymətdən böyük və ya bərabər olmalıdır. O zaman M 13 qiymətini aldıqda, çünki ən böyük natural qiyməti istəyir, düzgün olmayan kəsir olur. Növbəti sualda aralarındakı məsafə 720 olan şəhərlərdən qarşı-qarşıya 2 avtomobil yola düşdü. Birinci avtomobilin sürəti 40, ikincinin sürəti 50 olarsa neçə saat sonra görüşərlər? Bununla bağlı biz əvvəlki videolarımızda deməli sual izahına baxmışdıq. Edəcəyimiz nədir? 40 ilə 50-ni toplayırıq 90, vurulsun x bərabər 720. Deməli, x-in qiymətini taparkən 720 90-a bölülür. Doğru cavabımız 8, yəni A variantı. Növbəti sual. Vüqar 5 manat pul xərcləsə, onun qalan pulu 9 manatdan çox, 12 manatdan az olar. Deməli, 9 manatdan çox, 12 manat az, y manat pulu varsa, 5 manat xərclikdən sonra qalan pul üçün bərabərsizliyi tapın deyir. Y-dən 5 çıxmalıyıq, çünki y manat pulu vardı, 5 manat xərclədi, y minus 5, 9 manatdan çox, 12 manatdan az, yəni doğru cavabımız B variantı. Tənliyi həll edin deyir. Tənliyi həll edə bilmək üçün nə etmək lazımdır? Sözsüz ki, tənasübdür və bunları çarpaz vurmaq lazımdır. 4 ilə 24, 4-ə ixtisar aparsam 6, burada 1 alınır. Çarpaz vursaq, x burada məxrəcdə 2 mənfi iştirak edir, mötərizə asanlar müsbətə çevriləcək, plus 2 onda 6 olur, bərabərdir. 6-nı vursaq, birincinin məxrəcinə 6x minus, 6-nı 1 10 4-ə vursaq, 8 tam onda 4. 6x-dən x-i çıxsaq 5x bərabərdir. Deməli, 8 14-dən üzərinə 2 onda 6 gəlsək, edəcək 11. X-in qiymətini taparkən 11-i bölülük 5-ə, 2 tam onda 2. Doğru cavabımız A variantı. İti bucaqlarından biri 70 dərəcə olan düz bucaqlı üst bucağın düz bucaq təpəsindən çəkilən tənböləni ilə hündürlük arasındakı bucağı tapın. Deməli, qeyd edək. Düz bucaqlı üst bucaqdır. 90 dərəcə, iti bucağın biri 70 dərəcədir. Sözsüz ki, digər bucağı axtarsaq, bu bizə verəcək 90 minus 70, yəni 20 dərəcə. Digəri isə 20 dərəcə olur. Bizdən istədiyi nədir? Düz bucaq təpəsindən çəkilən tənbölən. Buradan bir əlavə tənbölən çəkək. Və hündürlük. Bu hündürlük olsun, digəri tənbölən olsun. İndi bizə lazım olan bunların arasındakı bucağı. Tutaq ki, bir x-in qiymətini tapmalıdır. X-in qiymətini tapmaq üçün tənbölən çəkdiyimizə görə tənbölən burada 45 dərəcəli bucaq əmələ gətirəcək. 45 dərəcəli bucaq əmələ gətirəndə 70-45 toplasaq 115 eləyir. O zaman x-in qiymətini tapanda nə etmək lazımdır? 115, burada diqqət edək, 115 böyük bucaq olmalı. Demək ki, belə deyil. Bura 45 deyil, bunu götürmək olmaz. Görüntüdə biraz düzəliş edək.
Buranın 45 dərəcə götürürük. Çünki digərini 45 dərəcə götürsək, yəni bucaqların cəmi 180 olması şərtinə görə zidd nəticə alınır. 45 götürsək, buradakı bucaq 45 ilə 20-nin cəmi, yəni qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Bu ikisinin cəmi olsa, o zaman 65 olur. Burası 65 olur. O zaman bu ikisinin arasındakı x bucağını taparkən 90-dan 65-i çıxmaq lazımdır. 90 minus 65. Doğru cevabımız 25. D variantı. Nəticəni belə də hesablamaq olar ki, 70 ilə 20-ni tapıb 2-yə, fərqini tapıb 2-yə bölməklə doğru cavab yenə də 25 alınır. Sonra keçən növbəti hesablayın deyir, əkov bölünsün əbub. Deməli, nə etmək lazımdır? 90, 30 vurulsun 3'dür. 150 isə 30 vurulsun 5'dir. Şimdi bunların əkobunu taparkən 30 vuracağım, 3 vurulsun 5'ə. Əbobunu taparkən isə hər ikisində iştirak edən orta vurğu götürürüm 30. Və sadələşdirəndə doğru cavabımız olacaq. Deməli 3 vur 5, yəni 15. B variantı. Diametri 20 olan dairənin sahəsinin 10/8 hissəsini tapın. Diametri 20 isə radiusu 10'dur. Radiusu 10 isə dairənin sahəsi olacaq pi r kvadrat, yəni 100 pi. 100 pi'nin 10/8 hissəsini tapanda 10'a bölüb 8'ə vurmaq lazımdır. Cavab eləyəcək 80 pi. Turist yolun 60%'ni getdikdən sonra 20% qaldı. 60% gedibsə deməli 40% qalır. 40% bizə 20 kilometri ifadə edir. Bütün yolun uzunluğunu tapın. Yəni 100%'li məsafəni tapmaq lazımdır. Çarpaz vurmanla həll edə bilərik. Olacaq 40x bərabər 20 vurulsun 100. X'i tapanda 20'ni 100'ə vurub 40'a bölmək lazımdır. Edəcək 50 kilometr. Deməli, müqayisə edin deyil. Müqayisə edəndə nə alırıq? Birində məxrəc 10, digərində 100, birində 1000'dir. Bunların məxrəclərini sıfırlar yazaraq bərabərləşdirə bilərik. O zaman sürəti də yazmaq lazımdır. Məxrəclərin hər birində 1000 olduqda artıq sürətləri görə müqayisə edirik. Ən böyük z olacaq. Sonra digər böyük y olacaq və ən kiçiyi x olur. X, y, z doğru cavabımız. Bir də baxaq. X, y, z. Sürəti 1333 ən böyükdür, sonra 1330 böyükdür, sonra 1300 böyükdür. X, Y, Z. Cavab bu şəkildə. Doğru variantı görmədim, amma deməli cavabımız bu şəkildə olmalıdır. Növbəti sualda nöqtə Y oxuna nəzərən hansı nöqtəyə çevrilir? Y deyəndə Y-in qiyməti olduğu kimi qalacaq, yəni 3 qalır, 8 əksinə çevriləcək, olacaq müsbət 8. B variantı. Sürəti 15 km/saat olan yük qatarının 300 km sərf etdiyi vaxtda 60 km sürətlə hərəkət edən sərnişin qatarı neçə kilometr yol qət edir? Vaxt eyni vaxtda. Deməli, sürət artıbsa, gəlin belə deyək, 300'ü 15'ə bölək, daha sadə hesablamamız olsun. 315'ə böldükdə 20 saat edir. Həmin 20 saata 60 km/saata vuranda neçə kilometr məsafə qət etdiyini tapmaq olar. Vursaq 1200 kilometr. D variantı. Deməli, düzbucağlının sahəsini tapmaq lazımdır. Perimetr verir. Perimetr üçün toplayıb 2'yə vurmaq lazımdır. Deməli, toplasaq, x-ləri toplasaq 2x eləyir. Sonra çıxılsın 1/5. Bu ifadəni 2'yə vurub 17'yə bərabər yazmaq lazımdır. 4x minus 3 bərabər 17. 17 ilə 3 toplayır 20. 4'ə bölsək, x-in qiyməti 5. Deməli, sahəsini tapanda tərəfin biri olacaq 5, digəri isə olacaq 3/5. 5'i 3/5'ə vursaq 17/5 kvadrat santimetr. D variantı. Bərabərsinin ən kiçik natural həllinin 3 mislini tapın. X-in qiyməti olacaq 29'dan 17 çıxanda 12. Deməli, x 12'dən böyüdür. Hər tərəfi 3'ə vursaq x 36, 3x 36'dan böyük olacaq. 36'dan böyük ən kiçik natural həlli
37 olmalı. Dikkat edə bir də. Deməli, x-in qiymətini taparkən 29-dan 7 çıxır 12 qalır. X 12-dən böyükdür. 12-dən böyük. Yəni bu şəkildə hesablamayaq. Deməli, x-in qiyməti 12-dən böyük oldu. 12-dən böyük ən kiçik natural həlli 13-dür. 13-ün 3 mislini tapanda cavab 39. A variantı. Verilənlərə görə A ilə B-nin cəmi neçə dərəcədir? Sözsüz ki, ortada ucal 90 dərəcəni göstərir. Ümumi 180 olmasına görə A ilə B-nin cəmi 180 çıxılsın 90, yəni 90 dərəcə olur. Oturacağın radiusu 2, hündürlüyü 4 olan silindrin yan səthinin sahəsi. Yan səthinin sahəsi deməli 2πr/h düsturuna hesablanır. 2 vurulsun, P-nin qiyməti vurulsun, radius 2-dir, hündürlük 4-dür. 16π. A variantı. Radiuslar 204 nisbətində olan çevrə xaricdən bir-birinə toxunur. Deməli, radiuslar 204 nisbətində olan çevrə xaricdən bir-birinə toxunur. Bu çevrələrin mərkəzlərini birləşdirən parçaların əməliyyatda üçbucağın perimetri 180 olarsa, böyük çevrənin radiusudur. Sözsüz ki, əgər bunların mərkəz arasında məsafəni axtarırıqsa, bizim edəcəyimiz nədir? Belə bir görüntüdür. Bunların mərkəzləri arasındakı məsafəni tapanda birində 2x olur, birində 3x olur. Deməli, 2x'i 2 dəfə toplayırsan, yəni qısaca bunları toplayıb 2-yə vurmaq lazımdır. 2, 3, 4, 9x, 2-yə vursa 18x. 18x'in qiyməti 180 eləyir. X-in qiyməti eləyəcək 10. Böyük çevrənin radiusunu tapın. Yəni, 4-ü x-a vurmalıyıq. 4-ü 10-a vurduqda doğru cavab 40 eləyir. OK məsafəsini soruşur. Yəni, diqqət edək ki, burada əgər bunların mərkəzlərindən keçən radiusları birləşdirsək, böyünün radiusu 9-dur, kiçiyin radiusu deməli 3-dür. 9-dan 3 çıxırıq. OK məsafəsi lazımdır. Bəli, böyün radiusundan kiçiyin radiusunu çıxırıq. Yəni, qısaca qaydanı yadımıza salsaq, daxildən toxunan iki çevrənin mərkəz arasında məsafəni tapanda böyük radiusda kiçik radiusun fərqini tapmaq lazımdır. O da doğru cavabı 6 edir. B variantı. Aşağıdakı hökmlərdən hansılar doğru deyil? 2 sadə ədədin cəmi sadə ədəddir. Burada diqqət edək, 2 sadə ədədin cəmi məsələn 2 ilə 5, bunların cəmi 7, sadədir. Amma başqa birinə diqqət edək, 9, daha doğrusu 7 ilə 2-nin cəmi. İkisi sadədir, amma toplayanda mürəkkəbdir. Yəni, bunu doğru deyil kimi də götürmək mümkündür. 2 mürəkkəb ədədin fərqi sadədir. 2 mürəkkəb ədəd götürək, tutaq ki, 9 ilə 4-ün fərqi. Bunlar sadədir, doğrudur, cavab 5 eləyir. Amma başqa birini götürsək, diqqət edək. Misal 5 ilə deməli, 7, 5 olmadı. 15 ilə 11. Daha doğrusu 17 ilə 11. 17 sadədir, 11 sadədir. Bunların fərqi 6 mürəkkəb. Deməli, fərqi sadədə olmaya da bilər. Bu da doğru kimi götürülə bilər, variantı uyğun. 2 mürəkkəb ədədin hasili mürəkkəb ədəd. Bu hər zaman doğrudur. Ona görə bunu götürmürük. Doğru cavabı B olaraq qeyd etmək olar. Kvadratın daxilinə çəkilmiş çevrənin ən böyük vətəri. Diqqət edək. Ən böyük vətər dediyimiz elə diametrdir. 12-dir. Kvadratın perimetri. Diametri 12 isə deməli tərəf də 12-dir. Perimetri tapanda 4-ü 12-yə vurub. Doğru cavabımız 48. Bir sinifdə 25 şagird ingilis dilini, 18 alman dilini öyrənir. 9 hər iki dili öyrənirsə, ümumilikdə neçə şagird var? O zaman bunları toplayıb, yəni 25 ilə 18-i toplayıb 9 çıxmaq lazımdır. Eləcək 34. Növbəti. Düzbucaqlı, üçbucağın iti bucaqların birinə qonşu olan xarici bucağının dərəcə ölçüsü. Daha ki, birinə qonşu olan xarici bucağının dərəcə ölçüsü 110-dur. O zaman burada içəridəki bucaq 70 olur. Deməli, 100, daha doğrusu 90-dan 70 çıxsa, yuxarıdakı bucaq 20 dərəcə olacaq. Bu üç bucağın digər iti bucağını tapın. Digər iti bucağı deməli, birinə qonşu olan. Burada qonşu olan 70-dirsə, digər iti bucaqda olacaq 20 dərəcə. 40% 80 qram məhsuldan neçə qram su buxarlandırmaq lazımdır ki, 80% məhlul olmasın. Deməli, nə edirik? 80 qram məhluldur, 40%-lidir. Suyu buxarlandırmaq lazımdır. Suyu x götürək. Suyun duzluq dərəcəsi 0-dır.
Və buxarlandırma dediyinə görə bunları çıxırıq. Yəni 80 minus x olacaq. Faizi 80% olsun deyir. Burada edəcəyimiz nədir? 80-i 40-a vururuq. Olur 3200. X-i 0-a vururuq. Olur 0. 80 minus x-i 80-ə vururuq. 80 vurulsun 80 minus x. Edəcəyimiz nədir? 0 ilə işimiz yoxdur. 0 toplasa da eyni nəticəni alırıq. 3200-ü 80-ə bölsək eləyəcək 40. Deməli 80 minus x-in qiyməti 40-dır. X-in qiymətini axtarsaq 80-dən 40-ı çıxırıq. Doğru cavabımız 80. İndi bizə nə lazımdır? Neçə qram su buxarlandırma? Yəni x-in qiyməti lazımdır. Doğru cavab x, daha doğrusu 40 edir. 7C sinifində 9 şagird rəqsə, 16 şagird idmana, 18 şagird riyaziyyat hazırlığına gedir. Bu sinifdə ən az neçə şagird ola bilər? Deməli, ilə 18 şagirdi götürsəm, 18 şagirdin içərisində 9-u rəqsə gedə bilər, 16-sı idmana gedə bilər. Sözsüz ki, eyni şagirdlər rəqs və idmana gedə bilər. Riyaziyyat da həmçinin. Yəni, eyni bir şagird 3 ayrı bir istiqamətdə iştirak edə bilər. Ona görə də burada ən az neçə şahid ola bilər deyirsə, ən böyük qiyməti götürməli. Doğru cavabımızı 18 yaza bilərik.